Teatr ya sinema? Sinema çok tercih. Sinema ne bu ki gedirsən o filmə baxırsan, mühit məkan sinema yox ha. Teatr məsələn də janr hesabla bəxşə bölsün, mən sinema çox tercih edirəm. Mən də sinema seçəyəm abi, teatrını. Vay. Şöyle əslini sıxılır. Nəinki müxalifət tiyatro. Bilirəm də, mən də müxalifi sinemada Sinema bəli, siz niyə sinema tərcih edirsiniz teatrı? Siz teatrda nə mənə tapanmamısınız ki, sinemada ortaqdasınız? Teatrda tamamilə cüziyyət gözünün altında da. Sən teatrda bir dənə səhnədir, məsələn, mən baziyə gedib bir dənə balaca iş görür, nemidə poş səhnədə məsələn əlin qo alnına bir hissi, qəmilgəli, sinemada sən görürsən. Elə də kitab ya sinema? Düzmə Kitab ya sinema? Niyə düzmə? İkisi də hünərdir, ikisi də əlaqə üzrəyləndi. Hansı tərcih edirsən? İcazə bir də parantez açım deyim də, abla. Mən həmişə bu tərifləmişəm də, mən kitabı hediyə almışam, təxt ünvanı Rəis Cümhur qonşuda, həmişə də Toğuz Feylində deyəm bir dənə. Sinemayı məktubdur da, qəşəng nə mənə var, düz yazır. Əgər ondan məsələn sinema müqayisə eləsəm deyəm, 100% mən sövəyəm özümü oxuyuram. Elə mən bazıcəra filmnamə vebli oxuyuram. Tamam düzgün bala müşikaf edir. Bəli, məsələn bir dənə filmə kitab atayım, məsələn o həddə də tutmuşam o arzulardan sonraki şəhər. Onun filmin qoşsalar mən filmini tərcih edirəm. Kitabını özünü oxumaram. Çünki kitab şirindir, çox cəlibdir, bəli ona getsəm mən filmini çox tərcih edirəm. Məsələn o filmi Əliyo Nino, mən onun kitabını oxumamışam. Onun gəlsəm kitabını oxuyam ta filmi də var da, bilirəm ki, mən filmini tərcih edirəm ya kitabını tərcih edirəm. İndi sualığa cavab verəmməm. Sual iştibatı. Sual iştibatı sən kitabı suala cavab verəsən. Kitabı seçirsən. Kitab ondan çox dərinlikli adama tərifləyir. Məsələn, bəzi kəlmələri Elə də siz film ya sinema ya teatr içində herifi bu iki bir dastan ideyə biləcə baxsınız. O baxışımız olsaydı deyəydi, məsələn, teatr dastanı səristlər rivayət eləydi. Bütün filmətə sekansla bir dənə dəyişimli fürsət verir adam. Bəli, sinemada hissi-içilik eləyir ha adamı. Sən elə sinemada cüziyyət çox görsənədir, teatrda cüziyyət. Bax, bir dənə məzaim əadlər var idi həybeyni. Yaxşı, ki, bunlar danışıq sonra nəticəcəyir. Bax, teatrı, belə soruşma, teatr ya kitab ondan? Sən? Kitab. Yaxşı. Bax, indi teatrda, biz getmiş oturmuşuq teatra baxırıq. Əvvələn ideal halətində baxanmıq teatr. Yaxşı, bəzi hissilər, effektdir, mənə də olar ki, üzdən eləyirlər, adam göyənmək olan üçün, biraz məsələn dağlılıqda olur. Yaxşı, o məsələn bu eybilər olur, sinemançı olur. Sən nə cür oturuyorsan, baxarsan filmi, o cüziyyatı görürsən. Yaxşı. Bəli, hissi babətindən teatr onu intiqal verir bilir, bəli, sinemada o belə intiqal verir. Sinemada intiqal verir hissi babət. Bəli, teatra çıxmaz. Çünki axırından gedirsən görürsən. Belə də mən ona elə bir ərcəhiyyət verirəm, siz o bir dönməsin. Ona görə yox, iki dənə nəzəri müxalif. Çünki məsələmi sinemada dəstəstəyir nisbət teatr. Sən rahat gedib məsələn filmə oturub baxa bilərsən. Məsələn, sən Xodibaz şəhərində keçib oturub sinema var idi da, keçib oturub sinemada filmə bax. Əslən heç mənzur sinema yox. Bir dənə filmdir, dalında elə sarı övdə televiziyonda qəranlıq elə otona bax. Elə o da sinema hökmünlərdir. Teatra sinemada baxsan da yəni sinema oluyor ha, teatr sinema. Yəni teatr işi o idi, rolunu da sən oturub gedib baxmaz ada, həzinəsiz ada var, istəsən görsən tərəf xassadan gedib də. İndi özüm deyəcəm, suallar bizdən soruşdun cavabı verdim. Sinema ya teatr? Teatr ya kitab? Sinema ya kitab? Kitab. Nevi işlərdə əcib omqiylə var. Bilirsən, kitab hər nə qədər zəif olsa da, o arzulardan sonra keçərsən. Mütməinnəm də, çünki əvvəl seyidi oxulsan, biraz daşıq salırsan. Axilərini satdıqca asılacaqdı, məsələlər bilə. Ələn bir fəslim qalib tutulsun. Yox. Xodi o konsepti kitabı deyəm. Bir fəslim qalib tutulsun. Biraz pıtdaşlığı var idi. İndi təzəşdən qeydib oxusan, rahat dərk eləyəməsən kitabı. Mən yadımdadır, sən eləyə bilən bəzi elədir, hə, bu bütün. Bildim, mənzur qeydib bir seyidi oxusan, indi əvvəldən yapışay. İndi şahid kitabının yarısına biraz qonuncu oluyor adam. Tapanmıyor bir dastanı. Sən məsələn mənə bir dənə qıfıl açdın da, oydu açıb, 2 dənə dastanı. O açmasaydım deyəm, mən məsələn yarısına da qonuncuydu kitab, biraz pıtdaşlıydı. Pəncəmməcüdə 7-8 fəsli qalib daxilimizə, 23 fəslidə 24. Biz qoyaq 16. 16-cı fəslidə məsələn gəli deyir ki, mən getmişəm o müəllimin evinə və oyda bir dənə kitab var.
Yaşıl Vadi adında. Yəni mən oyda bildim ki, Yaşıl Vadi pəs bu kitaba rəbti var idi. Dəqiqən 24 saat Yaşıl Vadi. Sən o məsələn mənə 7-8 fəsl qabaqcadan dedin. Elə kitabın vəsatında rəbti mənə qıflı saldı açdı. Bax özüm qutlanıyorum ya. Yo, axı mən özüm bilsəydim məsələn bəlkə yapışaydı dastanıyam. Çünki biraz təhdid qonculuğunu bərtərəf eləməyi, hətta vəsətdə bir fasilə düşdü mən oxumağım. 3 həftə də oxumadım. O müşkül nevisəndədən ola bilər ki, məsələn, o Rəşad Sabuni. Nevisəndən, məharətindən olay, xanəndən, səliqəsindən olay. Kim çoxlar qeydin evisən? Çoxu olub. Vəli səliqədə olacaq, bir vay öcüyə fəqət bazı biraz açıq deyəndə xoşuna gəlmiş. Məsələn, bu kitab Quvvə Pəncəmi ki, mən oxuyuram, fikirləmirəm onun özü bir yeri. O çox səlisdir. Məsələn, səlis. Yağ kimin axı. Axırdan janrlar var, çox fərqlidir. Yox, no nevişdarlarım, hani janrın işim yox. O betdə Şah Paolo Coelho gəlib o kitabı yazsaydı Revanter yazırdı. Revanter yazardı ehtimalən daha asanıdır məsələn. Elə bir binə rəbti verərdi ki, keyf eləsən. Hə, indi o arzulardan sonra şəhər, hətta film eləsələr, mən fikirləşirəm şahid filmi zəhəb izlət çıxay. Tarix nisbət kitabı. Ona görə həmişə mən kitabı tərcih edirəm. Kitab özü də axsı, film gələ oxuşur. Əgər kargərdanı düz kargərdan. Eyni ola gələ rivayət elə.